Efirdeyik. Verilişin sponsorları F Group Construction, geleceğinizin doğru seçimi. Tam Store Marketler şəbəkəsi. Sleep Baby uşaq bezləri. Dəniz Wedding, özəl gününüzün seçimi. Salam əziz tamaşaçılar, xoş gördük hər birinizi. MTV kanalının daimi izləyiciləri, bizi izləyənlər, bizi sevənlər, dostlarımız. Necəsiniz deyəcəyim sizə. Günün tam ortasındayıq, günün gözəl vaxtındayıq, günün gün ortasındayıq. Bəli, günorta efirdəyik demək istəyirəm. Artıq bilirsiniz ki, biz günorta efirdəyik və bilirəm ki, bizi izləyirsiniz 404-84-24 012 ilə. Evdən yığırsınız, bizimlə danışırsınız, işdə də ola bilər, yolda da ola bilər, mobil telefonlarla da yığa bilərsiniz. Sadəcə 012-404-84-24 bu bizim telefon nömrələrimizdir. Bugün ad günü olanlar var, toy olanlar var, dünən ad günü olanlar olubdu. Əlaqə saxlayın, bizimlə danışacağıq. Şeirli, sözlü, söhbətli, musiqili, gözəl verilişimizə, biz sizin evinizə xoş gəldik. Siz də bizim verilişimizə xoş gəldiniz. Biz başladıq. Düşünürəm ki, bir fincan çay qarşınıza qoymusunuz. Bəlkə yemək yeyənlər var, bəlkə günorta yeməyi yeyənlər var, bəlkə evə gələnlər var, bir nahar eləyənlər var. Heç nə olmaz. Əsas odur ki, bizə baxırsınız və biz qonaqlarımızı dərhal dəvət eləyəcəyik. Belədir ki, mənim əziz dostum, o pedaqoqdur, o müəllimdir. Mən ondan o qədər musiqilər, o qədər nəğmələr öyrənirəm. Deyəsiniz ki, Lamiyə, bəyəm sən mahnı oxuyursan? Yox, mən mahnı oxumuram. Amma evdə zümzümə eləyirəm. Amma bir konservatoriya bitirmiş bir adam kimi, bir insan kimi, bir musiqişünas kimi, bilirsinizmi, ancaq dinləyəndə onu dinləyirəm. Retro mahnılar da dinləyəndə onu dinləyirəm. Birdən bir şey lazım olur, zəng edib soruşuram ki, ay sahib müəllim, bu kimi mahnısıydı. Mən düşünürəm ki, filan kəsin mahnısıydı, filan bəstəkarın mahnısıydı. Düzümü düşünürəm. Yoxsa siz mənə kömək eləyin, nə olar? Bəli, musiqi barədə köməyi ondan istəyirik. O əsl pedaqoqdur, o mənim dostumdur. O gözəl müğənnidir. Onun səsini kimlər sevmir ki, hər kəs sevir. Sahib İbrahimov, xoş gəldiniz. Sahibəm, xoş gəlmişsiniz. Necəsiniz? Çox sağ olun. Bu görüşüm. Aha. Mikrofonu zəhmət olmasa. İlk öncə mənə dəyərli olan, mənə sevimli olan Lamiyə xanım, sizi xoş görmüşük. Verilişiniz xeyirli, uğurlu olsun. Mən bilirəm ki, siz harada varsınızsa, ora gözəlliklə bərqərar olur və sizin tamaşaçılarınızı, bizi seyr edəcək tamaşaçılarımızı canı könüldən salamlayıram. Hər vaxtımız, hər anımız fərq etməz. Səhər tezdən, gün orta və yaxud axşam. Əsas önəmli odur ki, sizi insanlar sevir, sizin özünüzün tamaşaçılarınız var və mən də sizin tamaşaçılarınızdan biriyəm, həm də sizin qardaşınızam, siz mənim bacımsınız. Mən sizi çox sevirəm, ailənizi salamlayıram, siz mənim üçün çox dəyərli və doğma, əziz, sevimlisiniz. Can, mövsüm açılar-açılmaz dedim, Sahib müəllim gəlsin, nə olar? Sizi bugün dinləyəcəyik doya doya. Təşəkkür edirəm, dəvətiniz üçün də. Çox sağ olun Lamiyə xanım. Sevə-sevə. Oxuyaq mı? Əlbəttə oxuyaq. Buyurun. Sanki gələn çəkib, nə ilahi, özü bəh-bəh-bəh. Onu sanki gələn çəkib, nə ilahi, özü bəh-bəh-bəh. Can almağa qəsdə durur, qaşı gözü nazır, özü bəh-bəh-bəh. Can almağa qəsdə durur, qaşı gözü nazır, qaşı gözü nazır, qaşı gözü nazır. Gündən incə, tən oynayar yerdəyicə. Gündən incə, tən oynayar yerdəyicə. Gözdən çeşmə, dodağın çən, bir mələkdir özü, sözü bəh-bəh-bəh. Gözdən çeşmə,
peşimanı kim olacak bilmirəm. Bu sevgidə kim uduldu, kim uddu, peşimanı kim olacak bilmirəm. Bu sevgidə kim uduldu, kim uddu, peşimanı kim olacak bilmirəm. Bu sevgidə kim uduldu, kim uddu, peşimanı kim olacak bilmirəm. Ay nə gözəl mahnılar idi bunlar. Bu gözəl papurini çox təşəkkür edirəm buna görə. Çox sağ olun, sevimli Əyləşin. Lamia xanım. Mən də sizə təşəkkür edirəm. Bu bizim ölməz Ürəyimə sənətkarımız. təsir elədi, Bəli, bəli. vallahi. Mərhum Məhəbbət Kazımovun repertuarlarındandır. Demək, Məmməd Araz, böyük Türk dünyasının böyük şairi Məmməd Araz, Ramiz Mirişli, Məmməd Aslan, Razim Paşayev. Bu mahnıların müəllifləri, şairlərimiz və bəstəkarlarımız. Allah hamısına qəni-qəni rəhmət eləsin. Hamısı rəhmətə gedir. Hamısı rəhmətə gedir. Allah rəhmət eləsin. Doğrudan bu mahnılar ölməzlik statusu qazanan Lamia xanım mahnılarımızdır. Ay, Baxın 40 ürəyimə ildən artıq təsir ki bu elədi. mahnılar ifa olunur, amma hər avazda, hər nəfəsdə tazə tər kimidir bu mahnılar. Bir ömür məndən Bəli. sənə nə Bir qalacaq? ömürlük. Səndən mənə bir ömürlük xatirə, Xatirə. məndən Böyük sənə Məmməd nə Araz. qalacaq bilmirəm. Razim Ay, Paşayevin musiqisi, bir də Bəhbəh də ölməz bəstəkarımız Ramiz Mirişli Ramiz Mirişli. və Məmməd Aslan. Məmməd Aslan bəli şairimiz. Allah rəhmət eləsin. Gözlərində Məhəbbət müəllimin öz musiqisi. Məhəbbət müəllimin öz musiqisi, düzdür? Bəli, bəli, bəli. Necəsiz müəllim? Yaxşısınız. Əlhəmdülillah. Nə gözəl sizi gözəl gördüm. Yaxşı, əla gördüm. Həzrət Mövlana buyurur ki, bizi bilən bilir, bilməyən kəndi kimi bilir, özü kimi bilir. Siz özünüz gözəlsiniz, qəlbiniz, iç dünyanız gözəldir, gözünüz gözəldir ki, sevimli Lamia xanım, məni o cür görürsünüz. Əgər öz olanlarımıza şükür etməyi bacarsaq, biz həmişə hər zaman huzurlu yaşaya biləcəyik. Yaşayacaq inşallah. Yaşayacağıq inşallah. Mən də özümü, əlhəmdülillah, yaxşı hiss edirəm, çox şükür. Tətildən qayıtmışam, yəqin ki, hələ dərslərimiz başlamayıb inşallah. Sentyabrın 15-dən dərslərimiz başlayacaq. Bu arada sizi gördüm, çox şad oldum. Söhbətlərimiz çoxdur. Bütün suallara da mən açığam. Hansı sual istəsəz verə bilərsiniz. Həyatdan, sənətdən, gedişatdan, gəlişatdan. Evdə hər şey yaxşıdır, nəvələr yaxşıdır. Əlhəmdülillah, hər şey qaydasındadır. Sizə də salam var evdən, aləmizdən. Həyat yoldaşım sizə, Lalə xanım sizə qucaq dolusu salam söylədi. Mən də sevimli, əziz anamız, Mədinə anamızın əllərindən öpürəm, gözlərindən öpürəm. Allah sizin də aləmi həmişə xoşbəxt, bəxtəvər. Bizi xüsusilə analar izləyir. Anaları əllərinizdən öpürəm. Və dünyasını dəyişən analara da rəhmət diləyirəm. Mənim bir dostum gəlib indi. Siz onu illər öncə Lider televiziyasının aparıcısı kimi tanıyırsınız. Əslində çox həyəcanlıyım bugün. O illər sonra bizim efirə gəlibdi. Sözümü heç çevirmədi, xahiş elədim, dedi gələrəm. Dedi çoxdan da efirlərə getmirəm. O mənim dostumdur. O hamımızın dostudur. İnanırsınız, mən bəlkə də bir 12 il liderdə çalışmışam. Və ondan sonra da bir 8 ildə keçibdi də. 20 il, 25 il, 23 ildir dostluq eləyirik. Onun haqqında çox danışacağım. Hələ istəyirəm özünü dəvət edeyim. Çünki o bir dostdur, bir sirdaşdır, bir əziz insandır. Onunla dərdləşmək olar. Var azdır elə adamlar. Çox gözəl dediniz. Bizim bu dəqiqə ehtiyacımız var o cür insanlara, bilirsinizmi? Və hələ indiyə qədər mən adamdan inciməmişəm də. Söhbət redaktor, qələmi, gözəl. Danışdıqca həyəcanlanıram, hiss edirsiniz, qəhər məni boğur. Çünki uzun illərdir onu efirdə görmürsünüz, bir gün görəcəksiniz. Çox iti qələmi var, düşüncələri fərqlidir. Onun da gözü gözəllik görür, onun da qəlbi o qədər gözəldir ki, ancaq yaxşı yaza bilir, pisi yaza bilmir, o pisləri pozub, yaxşını yazır. O bir mənim qonağımdır, o redaktordur, üstəgəl qiraətçidir. Özü hərdən cızma qara deyilir, özü də yazır şeirlər. O şeirləri də sonra oxuyur, silir, cırır atır. Deyir, mən şair deyiləm ki, amma inanın, elə mən ona şair də deyərdim. Beləliklə Zabir Əliyev gəlir bizim verilişimizə. Zabir, xoş gəlmisən. Bir fonda bir musiqi olsa ümumiyyətlə yaxşı olar. Çox xoş gəlmisən. Nə xoş oldu, çox təşəkkür edirəm çiçəklərə görə. Xoş oldu səni görmək.
Buyur əyləş. Çox dəyişmisən. Əslində Təşəkkür çox edirəm. danışırıq tez-tez telefonlardan. Əyləşin. Biz Lamia xanım, bayaqlar siz danışırdınız, mən müdaxilə etmədim. Sizinlə Zabir bəy biz nə qədər verilişlərdə olmuşuq, nə qədər yol yoldaşı olmuşuq. Çox şad oldum Zabir bəy, sizi gördüm bugün Təşəkkür və edirəm, dəyərli bir daha sənətkarımız. sevimli Lamia xanıma təşəkkür edirəm ki, yenə də Lamia xanım öz ucalığında, öz xanım xatınlığındadır, öz xanım əfəndiliyindədir, belə deyə bilərdim. Lamia xanım doğrudan da sözün əsl mənasında elə bir xanım əfəndidir ki, bu sözlərimin ona xoş gəlsin üçün demirəm, həqiqəti deyirəm, bir Allah şahidim olsun. İnsanlara yaxşılıq eləməyi çox sevir. Bax, mənim üstümdə də Lamia xanımın haqqı var. Yox. Hamımızın bir balaca olan vaxtımız olub. Sizin haqqınıza, vaxtınıza girirəm, siz məni üzrlə hesab edin. Amma söz gəldi gərək deyəsən, gizlətməyəsən. Bəzi adam var, deyir, üzünə demək olmasın. Elə insanın üzünə demək lazımdır ki, sən yaxşı adamsan və yaxud sən bu işi yaxşı görmədin, səhv elədin. Lamia xanım mənim sənət həyatımda mənə əl tutan insanlardandır. Barmaq sayı 1-2-3 adamlardan, insanlardan biridir ki, məni həmişə o efrə olan, ehtiyacı olan, o balaca olan sahibə həmişə dəstək olubdur. Ki, bugün sahib də sevə-sevə bugün sevimli Lamia xanım verilişinə gəlib. Və sizi də gördüm, Zabir bəy, çox şad oldum. Sənətkarsınız. Var olun. Salamlayıram tamaşaçılarımıza, dəyərli tamaşaçıları. Mənim əziz dostum, sirdaşım, gözəl bacım Lamia xanımı ürəkdən salamlayıram. Bizim dostluğumuz, yoldaşlığımız uzun illərə söykənir. Ha, qədimdən. Və sahib müəllim vurğulayır ki, dəstək olub sizə. Lamia xanımın dəstək olduğu insanların sayı hesabı yoxdur. Çox narahat oluram, əslində xahiş edirəm. Yox, narahat olmağa ehtiyac yoxdur. Sağ ol, zaten gəldim bu sizin xarakterinizdir. Can. Və bugün də sizin sözünüzü salmayıb, yerə salmayıb gəldim. Minnətdaram. Neçə ildir? Elədir. Neçə ildir efirdə yoxsun? 10 il var. Heç bir verilişə də getmədin. Heç bir verilişə də getmirəm. Həyecanlısan. Biraz. Amma sənin yanında həyecanlanmaq olmaz axı. Bilirsiniz, mən həyəcanlıydım və mən deyirəm ki, neçə ildir Zabir efirdə yoxdur və Zabirin bir çox verilişləri var da. Elə verilişləri var idi ki, mən deyirdim ki, ayılı, mən bu verilişləri apara bilmərəm. Amma Zabir üçün yaranıb elə bil o verilişlər. Elə müəllif verilişləri var idi ki, hər cür. Yəni, biz bilirsiniz, plastilin deyirlər də, bəzi müğənnilərə necə, aparıcılara necə, yəni, hara çevirirsən, ora xəbər də desən aparacaqlar. Biz o cür yetişdik, o cür böyüdük əslində, o cür məktəb gördük, dərs gördük. Hər cür verilişi, hər cür xəbər qarışıq apara bilərik. Amma Zabir ümumiyyətlə, Zabirə bir telefon açırsan, nə mövzu deyirsən, deyir ki, 5 dəqiqə göndərirəm, yazıb göndərirəm. İstər tekst olaraq, istər Zabir. Sən bu gün çox xoş gəlmirsən bizim verilişə. Təşəkkür edirəm. Sənin səsin bizim kanalda səslənir. Bizim ailədə. Bizim ailədə, biz bir ailəyik MTV və bu ailədə artıq 2 ildir ki, Zabirin səsi ilə anonslar, verilişlər, tekstlar, belə deyək, sujetlər hamısı səslənir, amma Zabirin özü efirə gəlmirdi. Zabirin çox gözəl qiraətçidir, çox gözəl. Ümumiyyətlə, necəsən? Yaxşısan bilirəm. Hər şey yaxşıdır, şükür. Biraz istirahət elədik. Artıq yeni mövsümdə işlərimiz biraz çoxdur, amma çalışırıq, çatdıraq. Amma efirdən qaçırsan. Hə, maksimum efirdən qaçıram, bilmirəm niyə. Amma nahaq. Təklif elədim, veriliş aparsın, dedi yox, Zabir bəy, nahaq istəmirəm. qaçırsınız. Qaçmayın. Sizin sevimli Lamia xanım çox gözəl vurğuladı. Sizin bir imzanız var televiziyada. Bəli, yəni ki, bəli, mən bəli. istəyərdim ki, bir tamaşaçı olaraq, bir sənət adamı yox, elə bir tamaşaçı olaraq istəyərdim ki, siz efirə qaydasınız. İnşallah, qismət. İnşallah. Yəni, Zabir həm studiya aparıcısıdır, həm deyirdin ki, bir rayonda elə yaxşı bir ideya var, rayonda deyirdi ki, yaxşı dayan. Bir kəndimiz veriliş eləyirdi, neçə il öncə o çantası kürəyində gəzdi bütün rayonları, rayonlar haqqında informasiya. Yəni, Gözəl layihə idi. İndi də başlayacaq. İndi də başlayacaq bizdə. Müəllif verilişləri var idi. Çox liderdə də var idi və Zabirin özünün də... Zabir, səni efirdə görmək çox xoşdur, çox istəyirəm efirə qaydasan, amma bugün bizim efirimizə qayıtmısan, nə xoş ki. Xoşdur. Özün haqqında biraz sonra danışarıq, biraz sonra söhbət eləyərik. Bəlkə bilmədiklərimiz var. Mənlə dostsan, biz dostuq. Biz hər cür
hər gün Belə də ki, danışırıq. bilmədiyin heç nə yoxdur. Bilmədi. Amma bəlkə tamaşaçının nəsə bilmədi. Bəlkə tamaşaçı elə şeyləri bilmir. Elə şey var ki, bilmir və onu mənim dilimdən yox, sənin dilindən eşitmək. Sən bilirsən ki, mən heç vaxt heç kimin sirrini heç yerdə, sözünü heç yerdə demirəm. Amma bəlkə elə özün açıcı desən, bax, bu yaxınlarda bir filan efirdə, filan yerdə, filan məsələmdə. İndi onlar haqqında biraz sonra danışacağıq. Valla MTV-də işlər o qədərdir ki, mən çalışıram maksimum onlara vaxtında çatdırım. Hələ bura gəlməmişdən qabaq Show MTV üçün səsi də oxudum ki, axırıncı səsi oxuyub göndərdim ki, gedim efirə çatım. İşlər yarımçıq qalmasın. Elə yeri gəlmişkən bizim verilişdən sonra Show MTV efirdə olur. Mən istəyirəm tamaşaçılar bilsin. Cığatel xanımgil hardadır? Bu 100% Tıxac var idi, yaman tıxac var. Bilirsiniz, 6 bazar efirdə idi, səhər-səhər tıxac olmur axı. Şənbə bazar tıxac olmur. Hamı rahat gəlirdi. İndi biraz çoxdan da efirlər yoxdur. Məşhurlar neynəsin? Elə bilirlər ki, elə rahatdır da. 3 ayda, yayda rahat idik axı. Amma siz nə yaxşı vaxtında tez Mən hətta 2-yə 20 dəqiqə işləmişdən mən buradayam. 40 dəqiqə öncədən mən buradayım. Bəs hardaydınız? Mən sizi studiyada görmədim. Aşağıda gördüm. Aşağıdaydım. Həmişəki kimi. Həmişəki kimi. Mən sizdən Razi müəllimi soruşacağam. Necədir? Yaxşıdır, Razi müəllim. Razi Şükürovu çox efirə istəyirəm. Amma nəsə son zamanlar deyir ki... Nəsə bir balaca Razi müəllim, hər halda Fərid də sizi çox istəyir, siz də Fərid çox istəyir. Fəridlə danışıb belə gələ bilərlər Razi müəllim. Görüşürsünüz, yenə... Hərdən görüşürük. Mən demək olar ki, 2 ay yarım burada olmadım. Burada yox idiniz. Rayondaydınız? Rayonda oldum. Bu il rayonda, kəndimizdə oldum. Qazaxda Daşağı kəndimizdə. Necə istirahət edərdiniz? Bu arada gözümün üstə yeriniz var. Nə vaxt gəlsəz, başımızı gözümüzün üstə yeriniz var. İnşallah. Normal dincəldim. Biraz istilər oldu. Amma ona rəğmən yenə də doğulduğum kənddir. Mənə hər bir qarış torpağı, hər qayası, daşı, kolu mənim üçün əzizdir. Axı mənim uşaqlığım, gəncliyim o kənddə keçibdir. Ona görə də bütün Azərbaycanı sevirəm. Məsələ mənim böyük Azərbaycana, böyük Türk dünyasına doğulduğum kənddən sevgi başlayır, Lamiyə xanım. Nə gözəl. Kaş mən də gələrdim, bilsəydim orada siz gözümün üstə yeriniz var. Azərbaycan dilbər güşəsi. Təzədən işin bu vaxtında hara? Gündə, hər gün efir, altı bazarlarda. Sevimli anamız Mədinə xanım başda olmaqla elə Cabir bəy də ailəniz nə vaxt gəlsəz bizim gözümüzdə. MTV ailəsi, hamımız olar. MTV ailəsi mənim üçün çox doğmadır, əzizdir. Neçə ay burada çalışmışam mən də bu verilişlərdə. Ona görə mənim üçün elə çox hörmətli rəhbərliyə, Ədalət müəllimi salamlayıram. Bütün sizin bu heyəti, kollektivi 7-dən 77 MTV kanalın kimlər varsa salamlayıram. Bizim layihələrdə oldunuz da. Mən Toylar Kralında oldum, harasa 4 ay. Allah Cavanşir müəllimə rəhmət eləsin. Allah rəhmət eləsin Cavanşir müəllimə. 4 ay burada... Burada oldunuz, çalışdınız ağlı başda gecə gündüz. Bəli. Pərvanə xanım. Alo. Gününüz aydın olsun. Çok güzel, çok güzel. Gün ortanız xeyir olsun Lamiyə xanım. Gün ortanız xeyir, necəsiz? Çok sağ olun. Sizin üçünüzü de ekranımızda görməkdən çox şadıq. Çox məmnunum. Təşəkkür eləyirəm. Nə yaxşı ki varsınız. Nə yaxşı zəh vurdunuz bizə belə. Çünki sevdiyim qonaqları gördüm, şad oldum. Daha çox kimə sözünüz var? Elə hər üçünüzə. Əvvəla sizi deyim ki, inanırsınız, mən sizi moda verilişindən, ATV kanalından izləyirəm. O vaxtdan sizin izləyicinizdəm. Bəli, məni inanın, o qədər layihələr olubdu. Yenə də belə... O vaxtdan sizi mən xatırlayıram, sevirəm. İnanırsınız, biletinizi belə buraxmıram. O vaxtdan necə məni xoşlanmışsınızsa efirdən, hələ də efirdən getmirəm. 30 ildir. Bəli. 30 ildir hələ də efirdən getmirəm. Bəli. İnanırsınız, uşaqlardan mən sizi izləyirəm. Çox təşəkkür edirəm, nə yaxşı. Nə yaxşı zəng vurdunuz. Ad günü olan, toyu olan varmı qohumlardan? Üzr istəyirəm, Sabir müəllimə olar, bir-iki söz deyim. Sahib müəllimə, buyurun. Sahib müəllimə üzr istəyirəm. Sahib müəllim, inanırsınız, bəlkə efirimizdə, siz ümumiyyətlə də, efirdə bəlkə barmaqla sayılan 5-10 dənə əxlaqlı, üzr istəyirəm, əxlaqlı müğənni tanıyıramsa, bəlkə ilk sıralarda olanlardandır. İnansız mənim düşüncəmə görə elədir. Düzdür, bunu hamı deyir. Təşəkkür Çox gözəl, çox belə inansız, mən bir söz deyəcəm. Mən sanki Sahib müəllimi görəndə ekranda sanki Məmməd Bağırzadə xatırlayıram. Torpağı sana yaşasın. Rəhmət eləsin. Torpağı sana yaşasın, Allah rəhmət eləsin. Nəysə, mənə elə xatırladır, elə bir ki, efirdə onu əvəz eləyir. Mən elə düşünürəm. Çox sağ olun, sevimli Pərvanə xanım.
onu əvəz eləyə bilmərəm. O əvəz olunmaz böyük bir sənətkarımızdır. Əgər ona bənzədirsinizsə, nə xoş mənim halıma. Gözəl Bəli, görən bəli. gözləriniz. Çox təşəkkür edirəm. Var olasınız ki, dəyər verirsiniz, dəyərlisiniz. Çox sağ olun. Təşəkkür edirik. Borcumuzdur. Dəyərli insanlara dəyər verməliyik. Çox sağ Borcumuzdur. olun, çox sağ olun. Var Çox olun, minnətdaram sağ olun Pərvanə xanım. Var zənginizə olasınız. görə. Minnətdaram zənginizə görə. Nə qədər xoşdur. Nə olar ki, insanlar bir-birinə xoş sözlər desinlər, olanı desinlər. Hərdən görəndə ki, yox, o biraz başqa cürdür, ona da yaxşı desinlər ki, o da yaxşı olsun. Ümumiyyətlə, sevimli Lamiyə xanım, bəşər evladının xoş sözə əşəd ehtiyacı var. Hamımızın xoş sözə ehtiyacımız var. Amma o xoş sözləri biz kadr arxasında deməsək, bu milyonların qarşısında demək daha gözəl olar. Bəzən görürsünüz ki, sənət adamıdır. Orada deyir ki, məsələn, filan şey belə oldu, yaxşı idi. Bura gələndə susur, sanki bayaqçı da adam deyil. Bunu elə nə olar, izhar et. Əlbəttə Əgər ki. ürəyinə gəlirsə, bunu izhar et. Yaxşı demək lazımdır. Zabir bəy, mən neçə illərdir görmürəm. Gördüm, çox şad oldum. Sözün əsl mənasında şad oldum. Çünki neçə illər öncə biz rayonlar gəzmişik, konsertlərdə olmuşuq, verilişlərində olmuşam. İnanın ki, sevincimin həddi hüdudu yoxdur bugün. Sizi gördüm. Allah razı olsun. Yəni, dostlar heç vaxt köhnəlmir. Əski dostlar. Mənə doğma əziz insanlarsınız. Hər ikiniz, Lamiyə xanım. Çox təşəkkür edirəm. Qonaqlarımız gəlib. Mən amma reklamlara ayrılmalıyam. Reklamlara baxaq. O reklamlar arasında da mən qonaqlarla bir söhbət edeyim, dəvət edeyim. Verilişin sponsorları F Group Construction, gələcəyinizin doğru seçimi. Tam Store Marketlər şəbəkəsi. Sleep Baby uşaq bezləri. Dəniz Wedding, özəl gününüzün seçimi. Günorta efirdəyik. Belə, qonaqlar gəlib və mən onları dəvət eləmək istəyirəm. Nə qədər ki, vaxtımız var, qonaqları çağıraq. Gecikiblər, amma nə olsun ki. Gəlin, bizim aparıcımız, şairə, qiraətçi, sözləri nələr deyir, qəlbi dolu sevgi, sevgi dolu ürək, ürək dolu söz. Xoş gəlmişsiniz. Ciğatel xanım, yeni mövsümdə xoş gördük sizi. Bizim kanalın aparıcısı. Bəli. Xoş gəlmişsiniz. Zəhmət olsun. Leyla, xoş O gəlmişsən. dediklərimiz hamısı bir-birinə qarşı olub, Ciğatel isə qızı. Hə, mikrofon buradadır. Buyurun. Salam Bax deyil. belə. Necəsiz? Gördük. Mənim əzizim, buyurun. Hay canlar. Bir salamlaşın. Salamlaşaq. Tıxaca düşmüşdünüz. Tıxaca düşmüşdük, hə. Gördünüz, Çox bilirəm. dəyərli televiziya tamaşaçıları, sizləri salamlayırıq. Və mənim əzizlərim, nə gözəl qonaqlar dəvət Qəşəng edirsiniz. qonaqlar. Mənim üçün doğrudan əsl sürpriz və məhəbbət oldu. Mənim əziz qardaşım, sahibim, Burada- mənim sahib qardaşım. Və mənim şeirlərimin səsində bəzən özümün belə yadıma düşməyən bir şeiri mənə sevdirən bizim əzizimiz Zabir. Canım Zabir sağ olun. Əliyev. Var olun. Zabir Əliyev, hə. Gözəl Və evi sözlərdir. yoxdur, Leyla xanım da deyim qoy. Ay təşəkkür edirəm Ciğatel Lamiyə xanım. xanım, günorta efirdəyik. Əziz tamaşaçılar, biz indi günortadır, efirdəyik. Yeni Layihəmizlə. layihəmiz mübarək olsun, xeyirli olsun, uğurlu olsun. Nə vaxt başlayırıq? Və mənim doğma kanalım, mənim sevimli kanalım, MTV-im, gözəlim, sevmək beləmi olur inşallah. Başlayacağıq. Yaxında. Sevmək İnşallah. belə mi olur? Nə vaxt başlayırıq? İnşallah. Biraz sonra danışacağıq. Leyla, oxu da. Oxu. Oxuyum, mən Oxu. salamlayım hər kəsi. Oxu, Bütün buyur. tamaşaçılarımıza Ciğatel xanım önə düşdü, sağ olsun, ömrü uzun olsun, hər şey dedi. Mənə də qalır sadəcə salamlamaq və oxumaq. Çox Buyur. xoş gördük hamınızı. Sən yoxdan var edən möcüzənin nidası, sən qədərə küsülü qərib ruhun qidası, sən ömrün ayazında baharı xoş sədası, xoş gəlmisən əzizim. Sən yoxdan var edən möcüzənin nidası, sən qədərə küsülü qərib ruhun qidası,
Sən ömrün ayazında baharı xoş sədası. Xoş gəlmisən əzizim. Ey sən ömrün ayazında baharı xoş sədası. Xoş gəlmisən əzizim. Ne kadar dattırsa da hayat verse de acı. Sen oldun acıların, ağrıların ilacı. Taktın kalp evimde özün başımın tacı. Hoş gelmişsen azizim. Ey taktın kalp evimde özün başımın tacı. Hoş gelmişsen azizim. Sen mənsə bağrında qaşım. Bu fani yolçuluqda vəfalı yoldaşım. Əridib sevgin ilə qəlbimdəki qəmdaşım. Xoş gəlmisən əzizim. Sən altın üzüksən, mənsə bağrında qaşım. Bu fani yolçuluqda vəfalı yoldaşım. Əridib sevgin ilə qəlbimdəki qəmdaşım. Xoş gəlmisən əzizim. Əridib sevgin ilə qəlbimdəki qəmdaşım. Xoş gəlmisən əzizim. Ne kadar dattırsa da hayat verse de acı. Sen oldun acıların, ağrıların ilacı. Taktın kalp evimde özün başımın tacı. Hoş gelmişsen azizim. Ey taktın kalp evimde özün başımın tacı. Hoş gelmişsen azizim. Leyla, xoş gəlmisən, Xoş əzizim. gəlmisiniz, xoş gəlmişsiniz. Çox təşəkkür edirəm, var olun. Necəsən Leyla? Həmd olsun, varam, əlayam, çox yaxşıyam, əhval-ruhiyyəm. Bu dəqiqə lap gözəl oldu. Mən qısaca bir bunu deməliyəm. Bu yeni bir mahnıdır. Mahnımızın sözləri də, elə musiqisi də mənim çox dəyərli əziz bacım Fatimə Əli Hüseyin Yıldız. Yıldız türk vətəndaşı ilə evli olduğuna görə də soyadının ardında buradan salamlayıram və aranjman bizim çox dəyərlimiz Cavid Cavadoğlu'na məxsusdur. İkisini də salamlayıram buradan. Yaxşı ki varsınız, yaxşı ki bax belə bir gözəl mahnı ərsəyə gəldi. Sizə də təşəkkür edirəm ki, şərait yaratdınız. Mən mahnımı təqdim elədim. Çox sağ olun. Xeyirli uğurlu olsun. Təşəkkür edirəm, var olun. Ümumiyyətlə, son zamanlar Könül Kərimova ilə o duet bir klip şəklində də onu təqdim eləmişsiniz. Bizim kanaldan da çox yayımlanır. Çox səs-küyə gəlib çıxıb, yəni əladır. Dərindən təşəkkür edirəm. Biz bunu efirdə bir neçə dəfə demişik, amma bizim bu təklif, o mahnını yenidən duet şəklində ifa eləmək mənim çox sevdiyim, çox dəyərlimi salamlayıram buradan Könül xanımı. Könül xanımdan təklif gəlib, bəli. Mən də sevə-sevə qəbul etdim və çox da gözəl qarşılandı. Trendlər ləğv olana qədər elə 2 ay trenddə qaldı, ön sıralarda 2-də qaldı orada. Mən də deyirəm, trend niyə ləğv olunur? Bəli, bizim cazibəmizə dayana bilmədi, sizin cazibəni, ikinizin cazibəniz trendi ləğv olunur. Bəli, belə, bəli. çox gözəl bir ortamdayıq əslində. Catir xanım, rahat otur, elə rahat otur. Elə kadrlarımızı tuta bilsinlər də, göşün. Catir xanım.
Verilişə start vermək lazımdır. İnşallah. Tamaşaçılar gözləyir, hara Deyəsən gedirik orada nəsə soruşurlar. bir yeniliklər var. Əlbəttə ki. Rəhbərliyimiz dedi buradan mən can sağlığı Qəşəng verilişi başlamaq lazımdır. Sizin İnşallah. verilişiniz Deyəsən nəsə orada təmir işləri gedir filan. Mən cavab gözləyirəm. inşallah. Siz də hazırlaşın. Yeni şeirlər varmı? Var. Bəlkə bu dəfə verilişin adını dəyişək. Yeni şeir bir dənə de, adını onun adını qoyaq başlıq. Elə yeni şeir də eləmək olar. yeni şeir Verilişin adını yeni şeir də eləmək olar. Nə Təbii ki, şeir deyir, formatımız sırf şeir deyil. oğurluyurlar, öz adlarına çıxadırlar. Nə şeir deyir, Olsun oğurluyurlar. cığatelli dəqiqələr. Cığatelli dəqiqələr. Cığatelli dəqiqələr olsa Bəs Leylanı necə eləyək? Mən də Leyla o da Cığatellə şeirinin bağlıdır biriyəm. da. Gedər yəni, uyğundur, məqsədə uyğundur. Mən də o şeirinin biri olduğuma görə, onun dəqiqələrindən, anlarından bilmirəm, özü seçsin artıq hansından biriyəm. Bir ömürlükmü biriyəm, dəqiqəlikmi Yox, biriyəm. siz mənə şeirlərinizi deyin, mən az Fikrə seçim də. getdi, fikrə getdi. Çünki o şeir fikirləşir bu dəqiqə. Yeni şeirlərinizdən istəyir. hə, valla deyirəm ki, ay Zabir, Can. mənim əzizim. Sənin o gözəl səsində öncə səndən mənim bir şeirim istəyirəm mən. Şeir istəyirəm. Sonra olar. mən deyirəm. Olar mı? Musiqi Olar, niyə hazırdırmı? olmur Zabirdən bir şeir dinləyək. Cığatel xanımdan da, hə? Zabir, yəqin ki, Birini səsləndirmişdi, mən ürək oxuyanam. O qədər möhtəşəm səsləndirmişdiniz onu. Çox Çox gözəl idi. axşamlar Zabiri yığmayın. O götürməyəcək telefonu. Çünki o TikTokda olur, sosial şəbəkədə və ancaq şeir səslənir orada. Kim huzur istəyirsə, kim rahatlıq istəyirsə, girirsən ora baxırsan. Və ən çox da istənilən şeirlərdən biri budur. İndi səsləndirəcəyim şeir Cığatel xanımın yazmış olduğu, ürək qoyduğu bu şeir. Ürək? Mən səni sevmirəm ki. Aha. Qoydu şeirə. Deyirsən al boynuma. Necə alım boynuma? Deyirsən al boynuma, de ki sevirəm səni. Necə alım boynuma? Mən səni sevmirəm ki. Gəl dost kimi oturaq, dərdimi deyim sənə. Sevmək beləmi olur? Mən səni sevmirəm ki. Ağlayıram yaşımla gözümdə olursan. Gülürəm gülüşümlə dodağımda olursan. Baxıram gah sağımda, gah solumda olursan. Sevmək beləmi olur? Mən səni sevmirəm ki. Xəbərin yox oxumuşam, gəzirəm qanındayam. Ayrı gəzən cəsədim, cismimlə canındayam. Bircə sözünə bəndəm, çağırsan yanındayam. Sevmək beləmi olur? Mən səni sevmirəm ki. Xəbərin yox, dedim. Niyəsə sevinirəm, mən səni şad görəndə. Üzülürəm adının yanında ad görəndə. Qısqanclıqdan ölürəm yanında yad görəndə. Mən səni sevmək beləmi olur, mən səni sevmirəm ki. Deyirsən yenə mənə de ki, sevirəm səni. Səni sevirəm desəm, itirəcəksən məni. Ölüm zülüm söylədim ürəyimdən keçəni. Mən səni sevmirəm ki. Mən səni Sevmirəm ki. Davam. Cavab verin. Sevirsinizsə cavab verin. Bu da mənim əziz qardaşım istəkli şeiridir. Sevdiyim, xətrimə dəymisən yaman. Səndən incimişəm, məni bağışla. İncidən sən, inciyən mən, küsən mən. Səndən incimişəm, məni bağışla. Eşkimiz gül, gül üstündə xar mənəm. Bu sevgidə bir günahkar var mənəm. Günah edən sənsən, günahkar mənəm. Səndən incimişəm, məni bağışla. Mən özümü
sənə qədər öymüşəm. Səndən sonra qürurumu əymişəm. Küsməyimlə ürəyinə dəymişəm. Səndən incimişəm. Məni bağışla. Dünya geniş, ətraf dolu, adam çox. Könlümdəsən, könlüm bütöv, gözüm tox. Hay Allah, səndən özgə inciməyə adam yox. Səndən incimişəm. Məni bağışla. Səndən inciməyə qıymıram sənə. Nə qədər istəsən, dəy xatirimə. Ay sənə qurban olum məndən incimə. Səndən incimişəm. Məni bağışla. Sənə qurban olum məndən incimə. Səndən incimişəm. Məni bağışla. Budur mənim təbiətim. Vurğunuyam məhəbbətin. Hansı günüm olsa çətin, baxıb ürkək gözlərinə, qollarıma güc alaram. Bu həyatda gülüm, səni sevə-sevə qocalaram. Mən bir canam, sən bir nəfəs. Bu eşqimiz etməsə bəs, yalvararam ya Məcnundan, ya Kərəmdən borc alaram. Bu həyatda gülüm, səni sevə-sevə qocalaram. Bu da sizə gəlsin. Həyat şirin, ömür gödək, arzu çox. Gəl fələkdən bir gün çalaq sevgilim. Deyirlər ki, doğru xəbər dəlidən, gedək biraz dəli olaq sevgilim. Gəl seyr edək bu dünyanın sərini, gəl fırladaq zəmanənin pərini, gəl dəyişək ağlımızın yerini. Gedək biraz dəli olaq, sevgilim. Ağıl ki var, qoymaz bizi yaşayaq. Ağlımızdan dərdə düşüb baş, ayaq. Ağlımızı könlümüzə daşıyaq. Gedək biraz dəli olaq, sevgilim. Bax bu ürəyim, bu tərəzi, bu çəki. Bir biləsən, bu ağlımdan nə çəkir? Bax, ağlımız yola gəlib neçə ki, gedək biraz dəli olaq, sevgilim. Gedək biraz. Dadım biləm, bir an belə dayanmaz. Sevgi şeirlər yadımdan çıxıb artıq. Dadım biləm, bir an belə dayanmaz. Bir yolu var, ağla biraz, gül biraz. Nə durmusan? Qələm götür, şeir yaz. Gedək. Gedək biraz dəli olaq, sevgilim. Şeir yaz. Gedək biraz dəli olaq, sevgilim. Var olun. Ay, Çox sağ ol. mən təşəkkür edirəm sizə və xüsusilə Munis müəllimə təşəkkür edirəm bu ifaya görə. Kaman ifaçısı, Respublikan xalq artisti Munis müəllim. Hə, onu mən hər zaman dəvət edəndə mütləq ki, bu ifanı istəyirəm. Bu nə gözəl ifadır. Çox təşəkkür edirəm. Munis müəllim, Allah sizə can sağlığı versin. Bəli, sənətkarımız. Elşad bəy, günortanız xeyir. Hər vaxtınız xeyir, Lamiyə xanım. Səsi artırın, zəhmət olmasa biz eşitmirik. Elşad bəy. Bəli, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir olsun, necəsiz? Çox sağ ol, Lamiyə xanım. Təşəkkür edirəm sizə ki, bugünkü gündə çox gözəl bir sənətkarlar dəvət etmişsiniz. O cümlədən orada Sahib müəllimi, Cıqatir xanımı, Zabül qardaşımızı, bir də Leyla xanımızı salamlayıram. Minnətdarım. Mən zəng eləməkdə məqsədim oydu ki, yəni ki, doğrudan da bugünkü gündə çox böyük bir zövq aldıq. Həm çox böyük şeir həvəskar poeziya günü idi bugün. Ən yaxşısı, Sahib qardaşımı da asıl salamlayıram.
Sahib Çox sağ olun. müəllimlə mən bir-iki dəfə təsadüfi toylarda olmuşam. Mən elə bir qonaq kimi, sahib müəllim orada toy ifadə kimi. Elşad. Bəli, Elşad bəy, biz sizi eşidirik. Eşrəf bəy, Bəli, buyurun. bəli. Çox sağ olun. Təşəkkür edirəm. Mən də sizi salamlayıram. Ailənizi salamlayıram. Eşidirik, dinləyirik sizi. Buyurun, Çox danışın. sonra, sahib müəllim. Yəni, dəfələrlə mən toyda təsadüfi olmuşam, sizi orada görmüşəm. Doğrudan da çox gözəl toy aparırsınız. Vallahi həqiqi belə mən belə təsəvvür eləmirdim də belə ancaq məsələsində sizi ekranlardan dinləmişik. Doğrudan da toy aparmağı çox bir əjdaha sənətkarsınız da siz. Estağfurullah. Çox sağ olun. Təşəkkür edirəm. Razıyam. Allah Bu sizdən sözlə. razı olsun. Razıyam. Hamımız razıyıq. Çox təşəkkür edirəm Elşad bəy. Eşrəf bəy, mən də salamlayıram. Təşəkkür edirəm bu xoş sözlər üçün. Tamaşaçıdır. Bəli, Tamaşaçı bilirsiniz. Tamaşaçını zorla zəng elətdirmək olmaz. Tamaşaçı özü yığır. Nə lazımsa özü deyir. Nə cür alicənab bir bəyəfəndidir ki, bütün hamının adını izhar edə, söylədi. Bir. Çünki o çox diqqətlə bizi izləyir. Mən yeri gəlmişkən deyim ki, bir dəfə Lənkəranda Sahib bəylə toyda olmuşam. Toy nə toy? Qar boranda getmişik toya. Mən aparıcı getmişəm, Sahib müəllim də toy aparır. Bilirsiniz nə toy? Mən sadəcə dedim ki, ay Allah, bugün bu toy deyil, bu möhtəşəm bir məclisdir. Həm Qardizdən, həm Sahib müəllimin nəğmələri, lirik nəğmələr oxuyur. Məclis də gözəl, məclis də gözəl. Gözəl xatirələrdir. Gözəl Zabir, sən Zabir də var idi. Bir yerdə Zabir bəy də oradaydı. Zabir səsin çıxsın da, səsin gəlsin. Zabirlə ikimiz aparırıq. Bir ailənin qonağı oldu. Lamia xanım, sahib qardaşımın yəni üzünə demək olmasın. O qədər həmi özünün belə o yana bax. Sən o tərəfə baxma. Həmi özünün Üzbəüz baxsın sən Allah. Həmi özünün intellekt səviyyəsi, həmi repertuar genişliyi. Mənə bir dəfə bu yaxınlarda bir adam zəng elədi, həkimdir. Dedi ki, mənim deməli oğlum xaricdə yaşayır. Dedi ki, həmi xarici qonaqlar olacaq. Həmi özüm dedi Borçalıdanam, aşıq olacaq. Həmi hər tərəfli, Estrada olacaq, aşıq hər hamısı tərəfli dedi, qalmışam dedi ortada, bilmirəm ki, mən ki, Allah haqqı, yavaş bizim doktor, hə. Dedi ki, bilmirəm indi neyiniyim, dedim, vallah dedi, yəni ki, bax, Mürsəl doktor. Olar mı reklama ayrılaq sonra söhbəti? Nəvənizin toyunda, Leylanın balasının toyunda davam eləyəcək. Reklamın vaxtıdır biz ora girə bilmərik. Odur ki, reklamlar daha sonra söhbətin davamını eşidəcəksiniz. Buyurun. Verilişin sponsorları F Group Construction, gələcəyinizin doğru seçimi. Tam Store Marketlər şəbəkəsi. Sleep Baby uşaq bezləri. Dəniz Wedding, özəl gününüzün seçimi. Günorta efirdəyik. Belə, reklamlar bitdi, biz sizə qayıtdıq dostlar. Sponsorlara bir təşəkkürüm var ki, o təşəkkürü etmək istəyirəm. Tam Store Marketlər şəbəkəsi 3-16 sentyabr tarixində bütün Tam Store'larda yayın son fürsətləri kampaniyası davam edəcək. Seçilmiş yüzlərlə qida və qeyri-qida məhsullarında möhtəşəm endirimlər sizi gözləyir. Tam Store Marketlər şəbəkəsinin hal-hazırda Bakı və regionlarda 70-dən çox mağazası müştərilərinə xidmət göstərir. Kampaniyalardan xəbər tutmaq üçün Tam Store mağazalar şəbəkəsini sosial şəbəkələrdən izləyə bilərsiniz. Mağaza filialları 24 saat fəaliyyət göstərir. Tam Store, tam istədiyiniz market. Bizim Sleep Baby uşaq bezləri. Sizə balaca mələklərimizin ən yaxın dostlarından danışacağım ki, bu Sleep Baby'dir. Körpələrimizin rahatlığı və sağlamlığı hər bir yerdə valideynin arzusudur. Elə buna görə də illərin etibarlı seçimi Sleep Baby'dir. Sleep Baby uşaq bezləri. Yanlardakı elastik bantlar övladlarımızın inkişaf dövründə rahat hərəkət etməsi üçün tam əlverişlidir. Nəmi daha yaxşı hopduraraq körpəmizin dərisini tərdən, bişməcədən qoruyur və bədəndə səpkinin yaranmasına mane olur. Sleep Baby körpəmiz xoşbəxtdirsə, ana ondan da xoşbəxtdir. Sleep Baby nəm salfetləri ilə də çox məşhurdur. Nəm salfetlər həm ətirli, həm meyvəli, həm gigiyenikdir. Apteklərdən və marketlərdən əldə edə bilərsiniz. Əlbəttə ki, Dəniz Wedding Azərbaycan sevginin ən saf anı toy günüdür. Hər gəlin özünü bugün əsl nağıl qəhrəmanı kimi hiss etmək istəyir. Gözəlliyin, zərifliyin və zövqün ünvanı
Dəniz Wedding Azərbaycan. Unutmayaq ki, Dəniz Weddingdən gəlinlik icarəyə götürən hər xanıma gəlin bəzəyi Camilla Beauty-dən hədiyyədir. Həyatımızın ən unudulmaz günü üçün xəyallarımızdakı gəlinlik burada sizi gözləyir. Dəniz Wedding Azərbaycan. Çünki bizdə hər gəlin bir nağıl qəhrəmanıdır. Ünvan Xocalı prospekti 29, əlaqə nömrələri 050 424 07 70. Və F Group Construction arzularınızı reallığa çevirən ünvan, təmir, dizayn, tikinti, mebel işləri, müasir yeniliklər sizə təqdim edir F Group Construction. Evinizdə və ya ofisinizdə gözəllik, rahatlıq və keyfiyyəti bir arada görmək istəyirsinizsə, doğru seçim F Group Construction. Zövqünüzü əks etdirən interyer, uzun ömürlü mebel, hansını ki hamımız arzuluyoruz və mükəmməl tikinti işləri üçün seçiminiz F Group Construction-dır. Əlaqə üçün 055 666 88 88. Əgər torpaq almışsınız, ev tikdirmək istəyirsinizsə, onu da F Group həyata keçirir. Təşəkkürlər sponsorlarımıza. Belə, sözümüzü yarıda qaldığı yerdən davam edirik və... Dedim ki, hay doktor, vallah dedim, nə yalan deyim. Doktor istəyirdi ki, hər şey bir yerdə olsun. Deyir ki, oğlu xaricdə oxuyur, deyir, muğam deməli, olsun, xaricdən qonaqları var, olsun. universallıq istəyir. Mənə dedi bir məsləhət edir. Bilmirəm, zəng etdilər, etmədilər. Dedim ki, elə istəyirsən Sahib İbrahimov. Həm toyun bir dəqiqəsi boş keçən deyil, aparıcı da əgər yaxşı tutsa, tutmasa, aparıcı neyin eləmə, aparıcı varsa var, aparıcı həm aparıcılıq eləyir, həm opera oxuyur, həm klassika, Rəşid Behbutovdan, estrada oxuyur, opera oxuyur, toy mahnıları, aşıq mahnıları, muğam mahnıları, belə muğam ifaları hamısı. Valla dedim axı, o yana tutuzum, bilirəm. Allah ömür versin, ay sahib. Olanı, özünün bir yaxşı sözün var. Ay Lamiyə xanım. Özü həmişə deyir ki, nə olar, olanı deyin. Özü həmişə deyir ki, olanı deyin. Adamın üstündə Allah. Olanı deyin, hamı sevir. Niyə demirik? Əziz tamaşaçılar, güya biz deməsək, siz bilmirsinizmi? Siz bizdən də yaxşı bilirsiniz. Kim necə oxuyur, kim necə şeir yazır, kim necə aparıcıdır, kim necə davranır. Bunu siz bizdən də yaxşı bilirsiniz, Lamiyə xanım. Biz də sadəcə deyirik, onların ürəyi sərinləsin. Sevər xanım, gününüz aydın olsun. Salam Lamiyə xanım. Salam. Necəsiz? Təşəkkür edirəm, siz necəsiz? Proqramınızı təbrik edirəm, uğurlu olsun. Gün orta olmağı çox yaxşıdır, istirahət vaxtıdır. Yəni, çox da gözəl verilişdir. Çox təşəkkür edirəm. Çox xoşuma gəldi ki, orada Cıqatel xanımla Cabir Əliyevdir o. O hansı kanalda aparıcıydı, mən əgər səhv eləmədim. Lider televiziyasınız. Salamlayıram sizi. Çox salam, orada hamını salamlayıram. Leyla xanımı da, Sahib İbrahimovu, hamısını salamlayıram. Cabir müəllimi də, hamısını. Çox xoşuma gəldi, onların şeir demək. Valla belə şeirləri tez-tez təşkil eləyin, desinlər, insanın ruhu dincəlir. Şeirləri sevirsinizmi? Çox, mən özüm ədəbiyyatçıyam, filologiyanı qutartmışam. O dəqiqə bilindi də. Mən 12-ci ildə, 2012-ci ildə ilk dəfə Sahib İbrahimovu toyda görmüşəm. O qədər o tərbiyəli toy aparır, o qədər səliqəli toy aparır. Yəni, belə müğənnilər, yəni tək Sahib İbrahimov deyil, ha. Yəni, bu cür tərbiyəli toy aparan müğənnilərimiz, qadın, kişi çoxdur. Yəni, indi oradadır deyə onun adını çəkirəm. Bəli. Sənətkarlarımız, çox gözəl Azərbaycan sənətkarları var. Çox gözəl, var. Yəni, bu inkar edilməzdir. Çox şeirə çox yer verin, xahiş eləyirəm. Baş üstə. Sizdən Leyla xanımın da səsi çox gözəldir, yəni onun da ifasını bəyənirəm. Baş üstə. Hamınıza təşəkkür edirəm, çox gözəl verilişdir. Var olun. Ruhən qidalandırdınız. Bizi izləyin, davamı var hələ. Təşəkkür edirəm. Təşəkkür edirik, çox Deməli, sağ olun. dostlarım, dünən Nadir Qafarzadənin oğlunun toyu oldu. Əzizim. Mübarək olsun. Çox mübarəkdir, gözün aydın olsun. Əziz dostum, bilirsiniz Nadirin nə qədər çox istəyirəm. İnanın, hamı bilir bunu, mənim dostlarım, ətrafımda olan ailəm, hamı bilir ki, Nadiri nə qədər çox istəyirəm. Nadir çox dəyərli qardaşdır, çox. Və o da yanımlı, dada çatan. O nənəm deyirdi, dadıma çat. Bax, Çox sadə, səmimi, mehriban. Çox səmimidir. Vallahi Dadımıza doğrudan çatan. Çox səmimi insandır. Mən dəfələrlə
başqa yerlərdə, istirahət mərkəzlərində görmüşəm. Səhnədən düşüb gəlib, indi mən şair adamam da. O səhnədən düşüb gəlib, necə nəzakət, necə centlmen, belə hətta əlimdən belə öpüb. Dünya boyda ürəyi var. Lamiyə xanım, deməli söz ki, toylardan düşüb, əvvəla mən də təbrik edirəm Nadir bəyin ailəsini. Çox həmişə xoş günlər olsun inşallah ailəsində, xoşbəxt olsun. Deməli, dünən biz Zirədə toyda olmuşuq, Bakının Zirə kəndində. Bax, bu dəqiqə bizi izləyirlər Zirədən. Bəyimizin adı Cavid idi. Cavid bəyin bütün ailəsi bu dəqiqə baxır, bizi izləyirlər. Buradan bir daha onu salamlayaq, onları da təbrik edirik, əlbəttə ki. Bəli. Əlbəttə ki. Allah xoşbəxt eləsin deyirik. Allah xoşbəxt eləsin. Onların da sizə salamları var. Bəli, salamlayırıq, Allah xoşbəxt eləsin, təbrik edirik. Toy olanların hamısını əziz başda olmağına. Əziz başda olmağına. Dünən Nadirin sevincinin nə bilim, həddi-hüdudu yox idi. Allah bəxtəvər eləsin. Dünən yer göy qədər Nadir xoşbəxt idi. Ay Allah, mən onu, dostumu dünən xoşbəxt görmək mənə nəsib oldu. Çox şükür. Dostlarım hamısı xoşbəxt olsun. Hamımızın balaları xoşbəxt olsun. Hamının, bax tamaşaçılar, siz bizi izləyirsiniz. Ayxandan nicətdən görəsən. Amin. Hər birinizin evladlarınız xoşbəxt olsun. Allahdan bir arzum varsa, evlad xoşbəxt. Biz nə vaxt xoşbəxt oluruq? Evladlarımız xoşbəxt olanda. Ona görə mən Nadir, Seva xanımı, səni, qardaşım, yoldaşını, sənin gözəl yoldaşını, xanım xatın yoldaşını təbrik edirəm. Arzu edirəm ki, o gəlin, deyirəm ki, həmişə gəlin bir stəkan gülər üzlə bizə çay versin, bəs eləyir. Nadirin və Seva xanımın heç nəyə ehtiyacı yoxdur. Bu dəqiqə onların ancaq evladlarını xoşbəxt görməyə ehtiyacı var. Telefon xəttində Nadir var. Nadir Qafarzadə, mənim əziz dostum. Xoş eşitdik səni, Nadir. Canım gözüm, canım gözüm. Ben bunu bilirsən də, o deyir, boğazdan yuxarı aşağı söhbəti yoxdur da, bilirsən ki, mən deyirəmsə, deməli deyirəm. Can. Lamiyə, Allah səni mənə çox görməsin, bu bir. Sən çox yaxşı dostsun. Sən dost dostsun, sən kız kardeşim, sənə pramoy. Can. Mən orada, mənim dostlarım, sənin qonaqların, Cüqatay xanıma xüsusi sevgim var. Can. Onun gözəl qızının səsinin vurğunuyam, istedadının tərbiyəsinin vurğunuyam, xanımlığının vurğunuyam. Orada əyləşən sahib dostum, mənim sənətkar dostum, ədəbərkanlı insan, maşallah. Bəyəfəndi. Zabiri tanıyam, Zabir illərin aparıcısı. Gözün aydın olsun. Siyasi, ədəbərkanlı bir insandır. Mən Arza xanıma təşəkkür edirəm, Dəniz Vedinqət gəlinlik paltarlarına təşəkkür edirəm, minnətdaram. Bizim sponsorumuz dünən geyindirmişdi gəlinimizi, bəli. Çox minnətdaram. Və sənə ad günü təbrik edirəm. Sənin o toyda ad günü tortun kəsilməli idi. O bir senaryoda var idi. Aləm necə qarşıda tortu kəsə bilmədim, göndərdim səni studiyaya. Tort göndərmisən? Bəli, iç orada qonaqlarım var. Ay, nə gözəl. Gətir Murad tortumuzu. Ay, nə gözəl. Çox təşəkkür edirəm. Mənim dostum. Təşəkkür edirəm. Mənim əzizim. Nadir, çox sağ ol Nadir, xoş sözlər üçün. Mən də səni səmimi qəlbdən təbrik edirəm, xanımını təbrik edirəm. Evladların xoşbəxt, bəxtəvər olsun. Nəvə nəticə toy görəsiniz, əzizim Nadir. Var olasan həmişə. Mən ürəkdən təbrik edirəm, Nadir. Ay Nadir, tort necə kəsiləcəkdi? Orada ümumiyyətlə bu tortu ora sifariş eləmişdin, göndərdin mənə. Yox, o tort əslində sənə ad günü və o üçün kəsilməlidir, sən orada çıxmalıydın. Amma aləm dəydi bir-birinə. Çox qonağım var idi, mənim əziz dostum. Qonağım çox idi. Nə gözəl. Ev yox, zaten bu günləri efirdən sənin tortun kəsilsin orada. Çox təşəkkür edirəm. Gör nə qədər diqqətçildir. Efirdə elə bu dəqiqə, Nadir, bizim əzizin toyundan fraqmentlər gedir. İnan ki, kövrəlmişəm, boğulmuşam, o qədər sevinirəm. O qədər xoşbəxt olsunlar, mənim əziz dostum. Sayənizdə oldu hər şey, sayənizdə oldu hər şey. Bilirsən, bütün dostlara da sənin adından da təşəkkür edirəm. Bax, efirdə ad-bad çəkmək istəmirəm, çünki dostlar çox idi. Məşhurlar çox idi, xalq artistləri, əməkdar artistlər, sevimli müğənnilər, tanınmış müğənnilər, tanınmış insanlar, hər kəs sənin ətrafındaydı, tanınmış aparıcılar, bütün dost televiziyalarımızın aparıcıları hamısı oradaydı. Nadir, bu hörməti sən qazanmısan, qardaş. Ona görə hər birimiz sənin yanındaydıq və hər zaman da belə olacaq. Necə ki,
sən bizim yanımızdasan hər zaman. Ona görə də vallah o özü elə öz dostdur. əzə vəziyyətinlə, zəhmətinlə bu Zəhməti yerə ilə. çatmış bir bəyəfəndidir. Mən bir daha bütün deyilən təbriklərə qoşuluram Nadir. Təbrik edirəm əziz dostum, əziz qardaşım. Gözünüz aydın olsun. Belə və bu toydan fraqmentlərdir. Faik Ağayev, Brilliant xanım, Aygün xanım, hamısı, mən indi ola bilər ki, unudaram kimlərsə, ona görə ad çəkmək istəmirəm. Hamısı çox qəşəng toy idi, çox gözəl. İnanın, Elza Seyidcaxan, bax gördükcə yadıma düşür. Mən yəqin ki, düşməmişəm orada. Mən o qədər, Fatimə heç rəqs eləyirdi. Kərim oradaydı, Rövşən orada. Bütün müğənnilər, bilirsiniz, o qədər gözəl toy keçdi. Sonra Nadir dünən deyir ki, sən Allah ola bilər diqqət yetirə bilmirəm, incimin. İncimək olar. Toyda adamın başı qarışıq olur. Sizin özünüzün başınıza gəlsin, onda görəcəksiniz ki, nə var, nə? Mikrofona deyin o sözləri, xoşuma gəlsin. Sizin özünüzün başınıza gəlsin ki, elə Azər qardaşımla bir yerdə, onda görəsiniz ki, doğrudan çox çətindir. O 500-600, bəzən 700 gələn qonaqları o ayarlamaq, qarşılamaq, yola salmaq çox çətindir. Sən Allah, mənim tortuma baxın. Nadir, nə əziyyət çəkmisən. Tortu açmaq istəmirəm, nə gözəl güldü üstündə. Bunu indi kəsib yiyəcəyik. Veriliş bitər bitməz. Çox diqqətli. Çox diqqətçilidir, çox. Mənim ad günüm ayın 2-si olubdu. Dünən ayın 8-i, ay Nadir, sən nə əziyyət çəkmisən? Diqqət orada Afaq mənə dedi ki, Afaqın da, sənin də, hamınızın ad günü bugün burada qeyd olunacaqdır. İndi mən bilirəm ki, Afağı da göndəribdir. Ona görə də Ayın 3-də Leylanın ad günüydü. Leyla. Qız bürcü. Bəli, qız bürcü. Bəs mən niyə zəng edib təbrik eləmədin ki, mənim yadıma düşsün, səni təbrik Mən elə edib. indi o qədər başımız qarışıq olur. Rövşən deyir ki, heç Rövşəni də təbrik eləməmsən avqustun 26-sı. Rövşəndən də mən küsmüşəm ki, sən məni təbrik O eləməsin. avqustun 20, hamıdan qabaq Rövşən anadan olub. 26-sı. Hamıdan qabaq Rövşən anadan olub, bizim ondan küsməyə imkanımız yoxdur. Yox, əslində heç kimə küsmür. Əsas odur ki, bizim Zarafat növbəti eləyirik, bir təbii doğum ki. günümüz oldu. Allah çoxlu doğum günləri nəsib eləsin. Çoxlu doğum günləri Can bizə sağlığımız qeyd eləməyə olsun. nəsib eləsin. Və toy demişkən oxuyaq da, oxuyaq, oynayaq. Şən mahnı oxuyaq və oynayaq. Daha sonra şeir deyəcəyik. Çünki xanım şeir istədi. Tamaşaçılar şeir istədi. Buyurun. Xanım filolog. Can tut elimden gider dağlara dağlar kızı Şahit olsun sevgime dağlara dağlar kızı Can tut elimden gider dağlara dağlar kızı Şahit olsun sevgime dağlara dağlar kızı
nəğmə idi? Bu dağlar qızları üçündür də. Bəli, bütün dağlıq qızlar üçündür bu. Sevimli Lamiyə xanım, musiqisi və sözləri Fərqən Arifoğlu'nun, aranjman da Teymur Şahmarovundur. Bir yaxşı bir, şirin bir Çox mahnıdır. qəşəng mahnıdır. Mən Dağlar oğlu eşitmişdim. Hə, bu Dağlar qızı qəşəngdir. Gəl tut əlindən gedək Dağlara, dağlar qızı. Dağlar qızı, şahid olsun sevgimə dağlar, a dağlar qızı. Hə, mən Dağlar qızı Reyhan bilirəm onu çoxdandan da. Bəli, Yəni bizim retro mahnılarımızdandır. Fikrət Dağlar Əmrov, qızı bəli. Reyhan, Reyhan, Reyhan. Maraqlıdır bu da. Gəl tut əlimdən gedək. Dağlar. Gəl tut əlimdən gedək dağlara, dağlar qızı. Şahid olsun sevgimə dağlar, a dağlar qızı. Sevda xanım, Bəli, bəli, bəli. gün ortanız xeyir olsun. Gün ortanız xeyir olsun Lamiyə xanım. Necəsiz? Sesinizi eşitməyə çox xoşdur mənim üçün. Mən sizi çox sevirəm, sizi təbrik edirəm, sizin bu layihənizi. Mən inanırsınız, sizin qonaqlarınızı salamlayıram. Sahib bəyi, Zamir bəyi, Cıqatel xanımı, çox sevdiyim Cıqatel xanımı, onun qızı Səmimi, Cıqatel xanımın qızı Leylanı. Mən özüm də musiqiçiyəm, konservatoriyam qutarmışam, bitirmişəm. Nə gözəl. Lamiyə xanım, mən sizə nə demək istəyirəm? Mən sizi inanırsınız ki, çox səmimi qəlbdən çox xətrinizi istəyirəm. Siz çox səmimisiniz ona görə. Təşəkkür edirəm. İkincisi, çox savadlı və hər tərəfli musiqiçisiniz. İkincisi. Üçüncüsü də ki, sizin hər danışığınızda nə bir yalan, nə bir şey mən hiss eləməmişəm. İnanırsınız Lamiyə xanım, sizin bu verilişi açmağınızı mən çox sevindim. Çox təşəkkür edirəm Sevda xanım. Nə gözəl sözlər. Verilişlərə inanırsınız bizim möhtacımız var. Ehtiyacımız, Biz möhtacız belə verilişlərə. Ehtiyacımız var, bəli. Ehtiyacımız var. Cıqatel xanım, sizin şeirlərinizi mən göz yaşsız qulaq asa bilmirəm. Cıqatel xanımı da çox xətrini istəyirik. Sahib bəyim, sizin səsiniz çox savadlı səsdir. Çox həddindən artıq savadlı səsdir. Təşəkkür edirəm, sevimli Sizi Sevda. heç kimlə müqayisə etmək olar. Kimsə özünü toylar kralı adlandırır. Siz özünüz bilirsiniz nəyə mən işarə edirəm. Kimsə özünü nəsə adlandırır. Ancaq sizin savadlı oxumağınız, sizin savadlı danışığınızı heç bir şeylə müqayisə etmək olmaz. Çox sağ olun Sizə Sevda. hamınıza can sağlığı arzulayıram. Çox sağ olun Lamiyə Sevda xanım. xanım. Təşəkkür Belə edirəm. tutmaq, sükanı, belə də getmək, belə sizin verilişlərinizi çoxalmağını istəyirəm. Siz həmişə bu verilişdə olasınız. Çox təşəkkür edirəm. Çox sağ olun Minnətdaram Sevda sizə. xanım. Bundan gözəl nə ola bilər? Doğrudan da, Bizi tamaşaçılar baxın sevsin Lamiyə də. xanım, tamaşaçılar nəyi istəyir? Tamaşaçılar nəyi istəyirlər? Mən özüm də şəxsən bir tamaşaçı olaraq, sənət adamı yox, nə istəyirəm? Efirdən səmimiyyət istəyirəm. Səmimiyyət. Səmimiyyət olmayanda həmən bu bilir ki, bu qeyri-səmimiyyət var. Qeyri-səmimiyyət bilinir. Qeyri-səmimiyyət həmən bilir. Tamaşaçıları nə ilə əldə saxlamaq olur? Tamaşaçıların sevimlisi olmaq, elə olduğun kimi görünmək daha gözəldir, deyilmi? Ona görə həmən sezirlər insanlar ki, sən saxta danışırsan. Sən saxta danışırsan, sən o deyilsən. Elə olduğun kimi görmüş olsan daha gözəldir. Niyə tamaşaçılar bugün sizə şəninizdə xoş sözlər deyir? Çünki siz olduğunuz kimi görsənirsiniz. Yəni burada niyə özümüzü axı biz olduğumuz kimi olsaq çox şeylər deyə bilərəm. Nəysə, çox sağ olsun Sevda xanım ki onu məsələn yox, doğrudan Cıqatel xanım. Tamaşaçılar səmimiyyət sevir. Musiqi şunasdır, konservatoriya bitirib. Səmimiyyəti sevir Camal. Sən səmimiyyəti həmən ötürürsən. Qeyri-səmimi olanda televiziyadan həmən bilirsən ki, sən yalan danışırsan, sən qeyri-səmimisən, saxla, söndürürsən televiziyanı. Vallahi. Ona görə də bəxtlə mən dedim ki, tamaşaçılar hər şeyi, hər kəsi detayları ilə o qədər gözəl bilirlər. Bizdən də hətta biz bu camiyənin içində olmamıza baxmayaraq Lamiyə xanım, onlar bu camiyənin içini, dışını, könlünü, ruhunu, eşqini, varlığını, yalanını, doğrusunu inanın ki, bizdən daha gözəl bilirlər. Bizdən yaxşı bilirlər. Odur ki, siz var olun, siz olmasanız biz heç olmarıq. Yaxşı ki, varsınız. Şeir istəyirəm. Zabir ikinizdən. Yeni şeirdir. Zabir. Sevdiğim xətrimə dəymisən yaman. Sevdim xətrimə dəymisən yaman.
Senden incimişem beni bağışla. İncidən səni inciyəm mən küsən mən. İncidən səni inciyəm mən küsən mən. Səndən incimişəm məni bağışla. Ölürəm ay canım. Ölürəm ay bağlam. Bravo. Bu dünyanın əzabını, dərdini Birdən təbim gəldi ha. sevmək üçün gəlmişəmsə neyniyim? Çox tufana sinə qərib az yaşım. Elə bil ki, tamam olub 100 yaşım. Yanağımı yandıranda göz yaşım. Öz əlimlə silmişəmsə neyniyim? Bir çay oldum, bir dənizə mən axım. Bir ömrüm var, bir qəlbim var, min ahım. Aman Allah, böyük oldu günahım. Sevgi nədir bilmişəmsə neyniyim? Kim salıbdı yollarıma daş yamaq? Gül çiçəkli baharıma qış yamaq, ölməkdən də çətin imiş yaşamaq. Sağlığımda ölmüşəmsə neyniyim Aycığatel xanım? Xəyallarım dumanlı. Xəyallarım dumanlı, fikirlərim dolaşıq. Ağlım duyğularıma, düşüncəmə sarmaşıq. Titrədir varlığımı göylərdən gələn işıq. Qəribə ağlamağım, qərib gülməyim gəlir. Bu nə ağıl, nə başdır? Görəsən kiməm, nəyəm? Kainatın içində görünən bir zərrəyəm. Mən necə yaranmışam? Kimdir sahibim, yiyəm? Hərdən bir bilməməyim, hərdən bilməyim gəlir. Yaşım az, yaşadığım çoxdur, çox az yaşımdan. Sıldırımlı qayalar, dağlar aşıb başımdan. Pozan alıb nə varsa yazılı yaddaşımdan. Hərdən bir silməməyim, hərdən silməyim gəlir. Tuş dəyişik görsənir, bəzən hər şey gözümə. Aldanıb, inanıb yalanıma, aldanıram düzümə. Arada qeyb oluram, çəkilirəm özümə. Hərdən bir gəlməməyim, hərdən gəlməyim gəlir. Cığatiləm yox varam, Allahındır bir canım. Gedib gəlir nəfəsim, neçə ki var zamanım. Torpaq altda ölənim, torpaq üstə qalanım. Hərdən bir ölməməyim, hərdən ölməyim gəlir. Torpaq altda ölənim, torpaq üstə qalanım. Hərdən bir ölməməyim, hərdən ölməyim gəlir. Qocaldıqca taqət üçün, dözüm üçün darıxıram. Yorulmayan, bükülməyən dizim üçün darıxıram. Şöləsindən sevgi qoxan, yaşı sevincindən axan, dünyaya qayğısız baxan gözüm üçün darıxıram. Nəyin ki uğrunda ölən, heç yox imiş qədir bilən. Uşaq vaxtı gözəl gülən
gözüm üçün darıxıram. Sevə-sevə gətirdiyim, heyif ömrə bitirdiyim, yolda salıb bitirdiyim, özüm üçün darıxıram. Özüm üçün. Palıd deyib yandırdılar ağacı. Bu mənim külliyatımda ən çox sevdiyim şeirdir Lamiyə xanım. Külliyatımda sevdiyim şeirdir. Şair öz şeirini bilmir axı. Bilmirəm hansı yaxşıdır, hansı nədir. Palıd deyib yandırdılar ağacı. Közünü süpürüb oda atdılar. Külün ələdilər narın ələklə, nə gözəl kül deyib saca yapdılar. Bu sac yaxşı sacdır, külünü tökmür. Deyənlər üstündə çörək bişirdi. Kiminsə könlünə kabab düşəndə gətirib üstündə ürək bişirdi. Əridi töküldü ürəyin yağı, tüstülədi, su tökdülər üstünə. Təzə öyrəşmişdi sacın qoynuna, durub dayandılar qəsdinə. Daha bundan kül mü olar? Yox, olmaz. Deyib külü bir çuxura tökdülər. Bu çuxurun kənarına daş yığıb, kül üstündə ocaq yeri tikdilər. Dolandılar bu ocağın başına, bişirdilər, düşürdülər, yedilər. İstisinə qızındılar ara bir, and içəndə ocaq haqqı dedilər. And içəndə ocaq haqqı dedilər. Bravo. Açması budur ki, çox böyük şairəmiz, zamanəmizin, dünənin, bugünün və sabahın şairi olan Cığatı Elsa qızı açması budur ki, ey insanlar, istedadlı insanlara, böyük sənəti olan, elmi olan insanlara kömək dayaq olun. İstedadsızlar zaten özlərinə bir yol açıb çıxacaqlar. İstedadlı insanlar, ali insanlar abır həya sahibi olurlar. Ona görə burada Cığatı El xanım demək istəyir ki, yəni palıdı kül edib saca yapmayın. Açması budur. Belə, reklamların vaxtıdır. Biz reklamlara ayrılırıq. Baxaq. Verilişin sponsorları F Group Construction, gələcəyinizin doğru seçimi. Tam Store Marketlər şəbəkəsi. Sleep Baby uşaq bezləri. Deniz Wedding, özəl gününüzün seçimi. Günorta efirdəyik. O qədər gözəl efir gedir, reklam arası. Sahib müəllim oxuyur. Biz də qulaq asırıq. Özdə nə oxusa yaxşıdır, Leyla. Məmməd Bağır, Allah məkanı cənnət eləsin. Məmməd Bağır böyük üstadımız. Geyinmə təzə Leylam, çıxma bu düzə Leylam. Qorxuram yadlar görər, gələsən gözəl Leylam. Ay ömrüm gülüm Leylam, çiçəyim gülüm Leylam. Belə bir mahnıda sözünü unutdum bax belə. Sahib müəllim. Sahib müəllim, bunu oxumaq lazımdır. Mən heç eşitməmişdim. Bu böyük sənətkarımız Məmməd Bağır Bağırzadənin mahnısı. Leyla, Leylam, ay ömrüm günüm Leyla. Belə bir mahnı. Biraz türkülərə oxşuyur, türk mahnılarına oxşuyur. Ona görə çox maraqlıdır. Faktda danışacağım mən sponsorlara bir tək. Bəli, reklam arası da qəşəng mahnılar oxuyurdu Sahib müəllim. Biz burada dinləyirik, arzu edirəm siz də bizi dinləyəsiniz. Belə, reklamlara qayıtdıq, amma sponsorlara bir təşəkkürümüz var.
tez bir vaxtda mən bunu deməliyəm. 3-16 sentyabr tarixində bütün Tam Store'larda yayın son fürsəti kampaniyası davam edir. Seçilmiş yüzlərlə qida və qeyri-qida məhsullarında möhtəşəm endirimlər sizi gözləyir. Tam Store marketlər şəbəkəsinin hal-hazırda Bakı və regionlar 70-dən çox mağazası müştərilərinə xidmət göstərir. Kampaniyalardan xəbər tutmaq üçün Tam Store mağazalar şəbəkəsinin sosial şəbəkələrindən izləyə bilərsiniz. Mağaza filialları 24 saat fəaliyyət göstərir. Tam Store, tam istədiyiniz market. Eləcə, Sleep Baby uşaq bezləri sizə balaca mələklərimizin ən yaxın dostlarından danışmaq istəyirəm ki, bu Sleep Baby uşaq bezləridir. Körpələrimizin rahatlığı və sağlamlığı hər valideynin arzusudur. Elə buna görə də illərin etibarlı seçimi Sleep Baby'dir. Sleep Baby uşaq bezləri yanlardakı elastik bantlar övladlarınızın inkişaf dövründə rahat hərəkət etməsi üçün tam əlverişlidir. Nəmi daha yaxşı hopduraraq körpəmizin dərisini tərdən, bişməcədən qoruyur və bədəndə səpkinin yaranmasına mane olur. Sleep Baby, körpəmiz xoşbəxtdirsə, ana da xoşbəxtdir. Sleep Baby, nəm salfetlər də var ki, ətirli, meyvəli, gigiyenikdir. Apteklərdən və marketlərdən əldə edə bilərsiniz. Sevginin ən saf anı toy günüdür. Hər gəlin özünü bu gündə əsl nağıl qəhrəmanı kimi hiss etmək istəyir. Gözəlliyin, zərifliyin və zövqün ünvanı Dəniz Wedding Azərbaycan. Unutmayaq ki, Dəniz Weddingdən gəlinlik icarəyə götürən hər xanıma gəlin bəzəyi Camilla Beauty-dən hədiyyə olacaq. Bəylər, əliniz cibinizdə, pul xərcləmirsiniz. Camilla Beauty-də qızlarımız bəzənir, düzənir. Həyatımızın ən unudulmaz günü üçün xəyallarınızdakı gəlinlik burada sizi gözləyir. Çünki bizdə hər gəlin bir nağıl qəhrəmanıdır. Dəniz Wedding Azərbaycan. Gəlinliyiniz Dəniz Weddingdən olsun. Ünvan Xocalı prospekti 29, əlaqə nömrəsi 050-424-07-70. Və evlərinizi təmirə bağlamaq istəyirsinizsə, mağazinlər, ofislər, nə istəsəniz, təmir tikinti üçün F-Group Construction-a müraciət edəcəksiniz. F-Group arzularınızı reallığa çevirən ünvan. Təmir, tikinti, dizayn və mebel işlərində müasir yenilikləri təqdim edir. Evinizdə və ya ofisinizdə gözəllik, rahatlıq və keyfiyyəti bir arada görmək istəyirsinizsə, doğru seçim F-Group. Zövqünüzü əks etdirən interyer, uzun ömürlü mebel və mükəmməl tikinti işləri üçün seçiminiz F-Group Construction. Əlaqə nömrələri 055-666-88-88. Yeni təmir eləmək istəyirsinizsə, evlər tikmək istəyirsinizsə, torpaq var, ev tikmək lazımdır. F-Group Construction sizi gözləyir. Belə, bu bizim sponsorlarımızdır, bunlara hər zaman təşəkkürümüz var. Və Leyla'dan bir mahnı istəyək. Leyla, buyur, dinləyək səni. Təzə mahnı oxuyacaqsın desən. Buyur. Niye keder
xəstə yatanlar sənin üzündən ay qız. Bəlkə xəstə yatan var sənin üzündən ay qız. Özün donundan gözəl, donun özündən ay qız. Bəs niyə kədər yağır qara gözündən ay qız. Bəs niyə kədər yağır qara gözündən ay. Özün donundan Özün donundan gözəl, donun özündən ay qız. Bəs niyə kədər yağır qara gözündən ay qız. Bəs niyə kədər yağır qara gözündən ay qız. Nə gözəl mahnıdır. Siz sağ olun. Leyla Çox xanım təşəkkür ümumiyyətlə edirəm. ifasında türkülər çox gözəl səslənir. Türkülər. Sevə-sevə həmişə dinləyirəm sizi. Çox sağ olun Zabir bəy. Çox Çox təşəkkür gözəldir. edirəm. Doğrudan Mən da hiss Cabir bəy çox, edirdim. Zabir bəy çox doğru dedi. Leyla xanımın ifalarında bu türkülər çox o sənət müziği, Sənət müziği. sənət müziği çox möhtəşəm alınır. Uğurlar Leyla. Təşəkkür edirəm, amma bu yeni bir mahnıdır. Bizim gənc olmasına baxmayaraq çox dərin, çox dərvişanə, sufi şeirlər yazan bizim Sevinç Yunuslu bəlkə də izləyir bizi, xəbər vermədən gəl məni öldürəcək ki, mənə də deyərdin. Sözlər Səhər Əhmədə məxsusdur. Baxmayaraq ki, Sevinç özü şairədir, tarixçidir. Amma bizim dəyərli şairə xanımımız Səhər Əhməd, buradan salamlayıram. Bəstə Sevinç Yunusluya məxsusdur. Aranjman Ali Abdullayev. Hər üçünü buradan salamlayıram və təşəkkür edirəm. İnşallah ki, bəyəndiniz və inşallah ki, tamaşaçılar da Mən bəyənir. inanıram ki, bu mahnını artıq türklər qəbul edəcək, öz türküləri kimi oxuyacaq. Hə, bu şeiri Leyla doğrudan mən də Donun çox özündən sevmişəm, gözəl, özün sahibcan. donundan gözəl. Ay qız. Bu şeiri Səhər Əhməd, mən özüm də nə olsun ki şairəm də, yəni indi mənim də şeirlərim dillərdə, dodaqlarda. Yaxşı şeir, sevilir, görürsünüz. Buradan mən Səhər Əhmədi tanımıram, bəlkə də tanıyıram. Salamlayıram, təşəkkür edirəm. Sevincə də minnətdaram. Bunu belə gözəl mahnı kimi hər şeyə gəlib. Leyla, sənə də minnətdaram ki, nə olar qızım olanda Gözəl da bağışlayayım oxumusan. mən. Çox İfa gözəl gözəldir, oxudun. ifa. Amma mən bu şeirə mənim bir sevdiyim Xəzər Süleymanlı buradan salamlayıram. Şeir kimi səsləndirir Xəzər Zabircan. Süleymanlı. Sənin də çox gözəl səsləndirmələrin var. Xəzər Süleymanlı bax bu şeiri çox gözəl səsləndirir. Xəzər Süleymanlını da gözləyirik Bir efirimizdə. dənə bir şey də mən Dəyərli qeyd qiraətçilərimiz. eləyim. Bu şeiri, məsələn, sual əmələ gələ bilər ki, xanımdır, xanıma şeir yazıb. Əslində Səhər xanım müəllimədir. Bunu öz tələbəsinə yazıb. Tələbəsi ağlaya-ağlaya oturmuş, boynu bükü götürübmüş. Bu şeiri öz şagirdir, öz. Bəli. İnşallah ki, bəyənirlər. Çox gözəldir. İnşallah növbəti dəfələrdə də gələndə mütləq bu mahnını biz dinləyəcəyik. Gülnara xanım, gününüz uğurlu olsun. Alo. Alo. Bəli, salam əleykum. Salam. Necəsiz? Lamiyə xanım, çox sağ ol. Çox sağ ol. Siz yaxşı olasınız. Lamiyə xanım. Bəli. Mən sizin uşaqlarınıza musiqi dərsi demişəm Evrikada. Sizi səmimi qəlbdən salamlayıram. Çox təşəkkür edirəm. Anamıza çoxlu salamlarımı Minnətdaram, minnətdaram. Anamıza da çoxlu hörmətim var. Minnətdaram. Sizə də o qədər gözəl aparıcısınız, o qədər intelligentli aparıcısınız. Çox təşəkkür Hamısını edirəm. qonaqlarımızı da salamlayıram. Səmimi qəlbdən. Sizə can sağlığı, ailəvizə, uşaqlarımıza çoxlu şad
günlər arzulayıram Lamiyə xanım. Minnətdaram sizə, müəllimə. Çox sağ Minnətdaram. olun. Çox Çox təşəkkür sağ edirəm olun. zənginiz üçün. Çox təşəkkür edirəm. Çox sağ olun Gülnara müəllimə. Biz də sizi salamlayırıq. Necə xoş oldu. Xəbərim olmadan çox xoş oldu. Mən sevirəm müəllimləri. Mən sizə bir söz deyim. Birdən görürsünüz ki, uşaqlar gəlir. Müəllimə nəsə, nə bilim, nəsə deyib. Deyirəm, sakit müəllimə, nə deyibsə düz deyib. Hələ indiyə qədər mən bir müəllimə zəng girib soruşmamışam ki, bu nə olub, nədir. Müəllimə nə zaman nə deyirsən, müəllimlərimiz nə deyirsə düz deyir. Biz, bəli, uşaqlar həmişə haqlı olurlar. O ikinci valideyndir məktəbdə. Bəli. Ona görə də onlara etibar edirik və onları gözdən salmaq da heç yaxşı deyil. Yox. Bax, bu başqa bir mövzudur Zabir. Biz bu mövzunu mütləq. Amma verilişin, efirimizin vaxtı gəlib bitdi. Bütün peşələrin ən alisi, ən ülüsü müəllim peşəsidir. Mən özüm müəllim oğluyam və müəllim olduğum üçün vicdanlı müəllimlər həmişə baş tacımız olub bizim. Bəli. Mən təşəkkür edirəm xüsusilə İnstudiya. Bəli, vaxt elə gəldi keçdi. İnstudiya, mənim saç düzümüm Anar, stilistim Anara məxsusdur. Mən təşəkkür edirəm Nigar İbrahimova başda olmaqla, vizaj ustam Zeynəbə, Anara, Tərlana, Günaya, hamıya, bəlkə adlar yadımdan çıxdı, uşaqlar, hər birinizə, bütövlükdə İnstudiya. İradə İbrahimovaya təşəkkür edirəm. İradə bugün salondaydıq bir yerdə. İradə, xoş gəlmişsən, düzdür, bugün gedirsən, növbəti dəfə verilişdə gözləyirik. Çox minnətdaram. Bax, belə təmənnasız mənə belə saç dizimi kim istəyirsə, Anara müraciət edə bilər. Çox yaraşmış, çox. Çox təşəkkür edirəm. Çox təşəkkür edirəm. Yəni, uşaqlar çalışır, tezdəndən çalışırlar. Belə, çox minnətdaram hər birinizə. Sevirəm sizi. Sizi sevirəm hər birinizi, Zabir. Tez-tez gəl, xahiş edirəm. Bu gözəl ortam üçün çox sağ olun. Sizə və komandanıza sonsuz sevgi, sayğım bildirirəm. Buyurun cığat. Və deyim ki, veriliş bitən kimi dərhal Show MTV verilişi olacaq ki, orada da show biznesdə nələr baş verib, hamısını görəcəksiniz. Xüsusilə də dünən Nadir Qafarzadənin oğlunun toyunda nələr baş veribsə, hamısı olacaqdır. Kimin təqdimatında? Elə süjetimizin təqdimatında, MTV-nin təqdimatında. MTV-nin təqdimatında. Sahib müəllim oxuyur. Sahib müəllim, vaxtımız var. Siz oxuyursunuz, mən sizə sağollaşıram. Sabah eyni vaxtda, eyni məkanda görüşəcəyik. Çəkildin, ay qız sən mənə baxdın, çəkildin.
Eşkin göyündə mənim ürəyimdə Əvvəldə gələn yay sevgili yar Sən olaydın əvvəlam Sevdim çənəliyəm Balbahar yarım sən olaydın Ölürəm Eşkin göyündə mənim ürəyimdən Bir şimşək kimi çaxdın çəkildin Pəncərənlərə baxdın çəkildin Canımı oda yaxdın çəkildin Göründü bir an Ay budur vəfam Sevgili canan baxdın çəkildin Canımı odan yaxdın çəkildin Ay qız sən mənə baxdın çəkildin Günorta efirdeyik. Verilişin sponsorları F Group Construction, geleceğinizin doğru seçimi. Tam Store Marketler şebekesi. Sleep Baby uşaq bezləri. Deniz Wedding, özel gününüzün seçimi.